Mənim şəxsən xoşuma gəlməyən o oldu ki, yəni eyni gözlə baxırlar. Amma Azərbaycanda həqiqətən burada söhbət mərkəz, rayon, region söhbəti deyil. Elə bir stomatoloji kabinet var, elə bir stomatologiya üzrə mütəxəssis var ki, bu gündə 50 manatını qazanırsa, özündən ya 30 manatı qazanırsa, özünə kifayət bilir, çıxır gedir evinə. Yəni hətta bəlkə də başqa adamlara pulsuz xidmət göstərir. Amma bunların hamısını eyni gözlə baxmaq nə qədər düzdür bu? Yox, ümumiyyətlə burada bu həmin o siyasətin özü tamamilə bilirsiniz, heç bir beynəlxalq praktika sığmır. Dünyanın bütün aparıcı dövlətlərində stomatologiyanın cərrahi, xüsusən ki, deyək ki, məsəl üçün, müayinələr zamanı ekstrapasiya prosesləridir və yaxud da ki, terapevtik müalicələrdir. Bunlar hamısı ya sığorta təşkilatı tərəfindən qarşılanır, yaxud da ki, deyək, həmin dediyim ki, dövlət müəssisəsinin maliyyəsi hesabına qarşılanır. O başqa məsələ ki, artıq konstruksiyalar. Bax, görürsünüz, burada imkan verilir dövlət müəssisəsindəki hətta fərdi qaydada olan fəaliyyət prinsiplərinə. Əgər o artıq Bu müsbət, üzr istəyirəm, mən buna müsbət baxıram. Bəli. Bir imkan yaransın, Bəli. dövlət də müəyyən vergisini götürsün, Bəli, bəli. müəyyən qədər yəni şərait də yaratsın ki, həkim nəzərə alsın ki, həkim hər şeyi öz baxmayan ki, dövlət klinikasıdır, bütün ləvazimatları öz puluna alır.